Yox, kobud deyil. Düzdür? Deməli, bu məqsəd yoxdur. Və edilən hər bir şeydə ən minimalizmə gedir. Ya qiymətlərdə xəbər, ya mən çox belə o xambaların özdə də sual verir. 50 manat uşaqlardan yığıb verirdirsə, düzdür? Ancaq əksər 50 manat gedirdirsə, o tədbirə nə qədər gedəsi edir? Uşaqlar, məbləğ ən gözəl məbləğdir. Özü birinci, yenə də deyil. Yox, mən çox üzrəm. Hər şey qiyməti bəllidir. Şənlik birinin qiyməti neçədir? Bahadır, baha. Baha. Şarların, ürək şarlarının birinin qiyməti neçədir? Neçə nəfərsiz? 26 nəfərsiz. Düzdür? Rolik şəkili. Neçədir birinin qiyməti? Kamera gələcək. Neçədir qiyməti? O nə deməkdir? Mən istəmirəm. Heç kəs də istəməməlidir. Var belə bir dünya. Var belə bir şey. Necə sinifsiz Bu bir verilən bir əmr var, verilən bir tədbir şeyi var. Bu vaxtı belə olub, filan kəsdə bəhmən olub, nəyin davası gedir? Nəyin davası gedir? Kim də iştirak eləmək istəmir? Orada iştirak eləməyəcək, gələcək burada üzünü tutub gedəcək. Burada axırda uşaqların rəqsində iştirak edib üzünü tutub gedəcək. Mən haqlıdır ki, o biri okulu versin, kimsə verməsin, çıxsın ora. 11A verir, 11Ç verir, bir hamısı. Niyə o uşaqlar verməlidir, kimsə bir bulan haqqı? Mən o uşağı güzəşdiyinlərin əvvəlcəndə də dedim, Allah uzaq eləsin, kimsə atası yoxdur, anası yoxdur, məsələ yoxdur, məktəb bunları dəstək çıxır. Əgər birinin dırnağın uzunluqdadırsa, bir 70 manat dırnağına pul verirsən, zəhmət çəksin, başqasının haqqına da bilməsin. Başqasının haqqına niyə bilməlisiniz? Nəyin üsyanıdır? Nəyin üsyanıdır, Ləman qızım? Deyirsiniz, hamınız danışırsınız, mən də eşitmək istəyirəm də. Primitiv bir şeydir, 10 nəfər, 20 nəfərə yaxın qonaq olacaq. Mən sizə görə qonaq da çağırmayım. Çağırmayım. Niyə ki? Yox da, gül verməliyəm onlara. Mən verməliyəm gülü. Gələn qonaqlar gəlir ha. Yəni tədbirin bir qaydası var. Baxın, yazılır, idarə tərəfindən bir qonaqların siyasını mənə göndər. Qonaqlara bir gül verməlisiniz, bir balaca bir hədiyyə verməlisiniz, heç olmazsa. Nəsə verməliyikdir, maket olsun, nəsə verməlisiniz. Bir səniyyə çay verməlisiniz onlara. Gəlir. Mənim bu sinifuşu bezdirib büsün. Yeni bunlardı. Yine bunlar, o kiloşda yine bulardı. Yok bunlar istəmirlər, heç kimdə o şeyi görməməlidir. Bunlar danışıqdır, gəlir. Mən bilmirəm, mən kiməm ki, valideynlər danışır. Ay, bu valideyni də zəhmət olmasa, valideyni istəmirsə, iştirak etməsinlər. Mənim üçün, məni əsəbləşdirməyin boş yerə. Mənim başqa uşaqlarımın haqqına da girməyin. Necə rəqsdə dedik, könüllülükdür, bu da könüllülükdür. Amma mən qoymaram, başqa uşaq o pulu versin, o əziyyəti çəksin. Siz də gələsiniz, bu belə bir çıxmasın. Dəlik də gəlib burada iştirak edəsiniz, deyəsiniz ki, o uşaqlar bizim pulu dəsinir, biz də burada iştirak edək. Mən də deyərəm, xeyr olar. Xeyr olar. Necə olur müəllimlər pul verir? Yox, bunlar nə bilmirəm. Yox ki, yaxşı təcrübə olsun. Sadəcə 50 manat rəqsə razıydılar. 50 manatı rəqsə tapırdılar. Bütün valideynlər də dava döyürdü. Hamısı minimumdan hesablanmış şeylər, uşaqlar. İstəyir rəqsiniz olsun, istəyir rejissor olsun. Dekorasiya pul verəcəksiniz. Verəcəksiniz dekorasiya pul. Şarlara pul verəcəksiniz. Bilərə pul verəcəksiniz, süfrəyə pul verəcəksiniz, fişəngiyə verəcəksiniz. Aparılan tədbirin rejissorudur, qurulmuş, hamısı səs operatorudur, gecədir. Bunların hamısı göynəyə gəlir sizə. Mən istəmirəm. İstəmirsən gəlmə də. Başqa uşaq məndən bunu istəyir. Başqa uşağın 30 nəfəri bunu istəyirsə, 3 nəfərin istəməməyinə mən baxacam mən. Sizcə? Gecə istəyirlər, istəmirsiniz gecə. Mən kiminkinə eləyəcəm? Bir kamera gəlməsin. O nə deməkdir kamera gəlməsin? Kim deyir kamerası şey olur? Kamerası tədbir olur. Yox, kim deyir kamera? Allah aşkına hər yerdə pulu da bəlli, özü də bəlli. Gelin bir araşdırın, sonra gəlin boş-boş danışın.
Valideyn vermir. Valideyn 70 manatını daha necə ala bilirsən qızım? Mən də sual verərəm. Necə ala bilirdin? 50 manatı necə ala bilirdin valideynlə? Sadəcə bizim necədir? Bu tərbiyəsizliyin pik nöqtəsidir. Amma yenə də deyirəm, siz deyən olmayacaq. Mənim başqa uşaqlarım istədiyinin 5 qat artığını eləyəcəm. İstər sizdə olmuyor. Bu əksəriyyətidir, yoxsa azlıq? Mən bilmirəm, orada kimdir deyən, aysı qalq ayağa. Bir də valideynin deyir, dur ayağa, söz deyirəm sənə. Hə? Keç bura. Keç bura. Sən deyirsən, sən sözü valideynin deyir. Valideynin nə deyir? Qrup atılıblar. Valideynin nə deyir? Sən valideynin nə deyir? Mən valideynim razı deyil.